O ki, xarici dil öyrənmək çətindir deyən insanlar. Siz ki, ərəb, Çin, Yapon, Kore və yaxud da Macar dilini öyrənmirsiniz. Bu 5 dil öyrənilməsi ən çətin dildir. Yəni, biraz üstündə işləsən, bunları belə öyrənərsən. Yəni, demək istədiyim odur ki, hamımız tənbəlsiz. Əlimdəki bu dəftər, bunun haqqında mən sizə ətraflı danışacağım. Bu nədir, nə ilə bağlıdır, nə üçündür. Amma bu da bu arada dillə bağlıdır və bunu mən uzun bir video halında danışacağım sizlərlə. Mən istədiyim odur ki, əgər nəyisə həqiqətən istəyirsənsə və yaxud da ona həqiqətən ehtiyacın varsa, sən onu əldə eləmək üçün canını ortaya qoyarsan və onu əldə eləyərsən. Qarşına çıxan hər hansı bir çətinliyə baxmayaraq. Və mənim də beynimdə hər zaman bir şüar var. Çətinlik tənbəllərin uydurduğu bir yalan.